Ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti davam edir. Bəzi yerlərdə qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 22, Cufada 20 metr/saniyədək güclənir. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 31, Naxçıvan, Əmirdə 35, Aran rayonlarında 36, dağlıq rayonlarda isə 21 dərəcəyədək isti qeydə alınır. Ölkə ərazisində müşahidə edilən qeyri-sabit hava şəraiti iyunun 24 axşamadək davam edəcək. İyunun 23-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Yeni Sabah az məlumat verir ki, bu haqda Milli Hidrometeorologiya Xidmətindən qeyd edilib. Belə ki, mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz ediləcək. Havanın temperaturu gecə 18-20 dərəcə isti, gündüz 25-29 dərəcə isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütununa 757 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 60-70%, gündüz 45-55% olacaq. Azərbaycanın rayonlarında hava şəraiti əksər rayonlarda əsasən yağmursuz olacaq. Ancaq bəzi dağlıq və dağətəyi rayonlarda ara bir yağış yağacağı, şimşək çaxacağı proqnozlaşdırılır. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Qərb küləyi gündüz bəzi yerlərdə ara bir güclənəcək. Havanın temperaturu gecə 17-22 dərəcə isti, gündüz 25-30 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə isti, gündüz 12-17 dərəcə isti olacaq.